Bu ilin yayında Ermənistanda parlament seçkiləri keçiriləcək. Və biz bu seçkilərdə Nikol Paşinyanın qalib gəlməsini istəyirik. Və dəfələrlə çağırışlar etmişik ki, Qərb daha da fəal olsun və seçkilərdə Paşinyanın qələbəsini təmin etmək üçün əlindən gələni etsin. Və təbiidir ki, bizim bu çağırışımızı qəbul etməyənlər də var. Başa düşməyənlər də var. Ancaq bəzi siyasətçilər biz Paşinyanı nədən müdafiə etməliyik bəyanatını verəndə təbiidir ki, çox təəssüflənirik. Adi insan ola bilsin ki, prosesləri izləyə bilməsin. Və Paşinyanı nədən dəstəkləməyin zəruri olduğunu anlamasın. Ancaq siyasətçilər bunu bilməlidirlər axı. Və siyasətçilər bu proseslərin içində olmalı. Onu öyrənməyə və insanlara da çatdırmağa çalışmalıdırlar. Qarşıdan gələn parlament seçkilərində mübarizə iki qüvvə arasında gedəcək. Nikol Paşinyan və ona qarşı çıxan Rusiya meyilli qüvvələr. Bu dəfə Rusiya təkcə Koçaryanı və Sarkisyanı dəstəkləmir. Bir blok şəklində öz tərəfdarlarını seçkiyə aparmaq istəyir. Erməni cəmiyyətində çox nüfuzlu olan kilsəni, sahibkarları, Koçaryanı, Daşnak partiyasını hələlik bir blok halında birləşdirir. Yəqin ki, digərləri də bu bloka qoşulacaqlar. Və əgər Rusiya meyilli qüvvələr istədiklərinə nail ola bilsə, Zəngəzur dəhlizi layihəsi də xeyli ləngiyəcək. Konstitusiyanın dəyişməsi məsələsi, referenduma çıxarılması məsələsi də gündəlikdə olmayacaq və son nəticədə sülh sazişi də imzalanmayacaq. Paşinyanın məğlubiyyəti bölgədə təbiidir ki, gərginliyi daha da artıracaq. Digər tərəfdən Rusiya meyilli qüvvələrin hakimiyyətə gəlməsi Ermənistanı yenidən Rusiyanın forpostuna çevirəcək. 90-cı illərdə olduğu kimi Rusiya Ermənistandan Azərbaycana qarşı istifadə etməyə cəhd göstərəcək. Çünki Azərbaycan hakimiyyətinin müstəqil siyasətinin Rusiyanı qane etmədiyi heç kimə sir deyil. Bu səbəbdən bölgənin mənafeyi, bölgənin gələcəyi və planlaşdırılan layihələrin reallaşması tələb edir ki, seçkilərdə Paşinyan qələbə çalsın, Zəngəzur dəhlizinin açılması istiqamətində işlər sürətləndirilsin, yeni konstitusiya referenduma çıxarılsın, qəbul olunsun və sülh sazişi imzalansın. Paşinyanı buna görə dəstəkləyirik. Və hesab edirik ki, bu qələbə təkcə Ermənistana yox, həm də bütövlükdə bölgəmizə lazımdır. Bu qələbə Ermənistanın müstəqil xətt yeritməsinə, qərbə yaxınlaşmasına xidmət edən qələbə ola bilər. Ermənistanın Rusiyanın forpostuna çevrilməsinə imkan verməyən qələbə ola bilər. Və bu səbəbdən də mən hesab edirəm ki, hamı Paşinyanı dəstəkləməlidir. Və təkcə sözdə yox, real iş görməklə dəstəkləməlidir. Amerika Birləşmiş Ştatları, Avropa ən azı Rusiya qədər fəal olmalı və Paşinyanın qələbəsi üçün əlindən gələni etməlidir.